Salam dostlar, bugün sizlərə HTX borsasının, yəni Huobi borsasının birjasının airdropunu təqdim edirəm. Deməli, qeydiyyat olan yeni bütün istifadəçilərin hamısına qutu verir və həmən qutudan burada göstərilən miqdarlardan hər hansısa biri var. Məsələn, 5 USDT, 2 USDT, 10 USDT, $200, $100 bu formada qeydiyyat olub KYC edənlərin hamısı bunu ala bilərlər. Deməli, proqramı necə yüklürsünüz? Əvvəlcə daxil olursunuz Play Marketə. Play Marketə daxil olduqdan sonra HTX yazırsınız. HTX yazdıqdan sonra buradan HTX birjasını yükləyirsiniz. Baxın, bu birjadır. Yüklədikdən sonra sizin qarşınıza belə bir birja gəlir. Həmən birjada sizdə əvvəlcə Gmail qeydiyyatı istəyir. Gmail qeydiyyatından sonra həmən mailinizi kod gəlir. Kodu da yazırsınız və sonraki mərhələdə siz KYC-ni tamamlamış olursunuz. Burada profil bölməsinə basırsınız. Profil bölməsində doğrulanmamış bölməsi var, kimlik doğrulama. Buradan kimlik doğrulamanı etdikdən sonra, baxın, burada pasport doğrulamasını etdikdən sonra artıq siz həmən qutunu ala bilirsiniz. Qutunu almaq üçün də buradan daha bölməsinə daxil olursunuz. Daha bölməsinə daxil olduqda aşağıya düşüb ödül mərkəzinə girirsiniz. Ödül mərkəzinə girdikdə sizin qarşınıza burada şimdi seç bölməsi gələsidir. Şimdi seç bölməsinin üzərinə vurduqda qarşınızda bir 7-8 dənə kart olasıdır. Həmən kartlardan birini seçirsiniz və həmən kartların hər birində müəyyən qədər pullar var. Əgər oradan aldığınız kartdan, yəni minimum 50 sentdir, maksimum yəni $200. Mənim bəxtimə $6 düşmüşdür. İstədiyiniz qədər, yəni bu qutunu yenidən açmaq üçün bu Huobi birjasına fərqi yoxdur. İstəyir $1 olsun, istəyir $2 olsun, istəyir $10 olsun. Yatırırsınız, məsələn, yəni depozit edirsiniz. İlk yatırmaya da təzədən yenə qutu verir və həmən qutudan yenidən təzədən siz bu kartlardan birisini açmış olursunuz və qazandığınız pul əvvəlki pulun üstünə gəlir. Burada da ilk spot işləmi yazıb, yəni ilk alım satımda tutaq ki $1 nəsə aldığın fərqi yoxdur, istəyir $10. Baxın, burada $10 spot işləminizi yaparaq yazıb. $10 spot işləmə, yəni $10 nəsə alıb satanda da təzədən yenə qutu verir, amma buna ehtiyac yoxdur. İlk qeydiyyat və KYC-yə görə qutu verir və onu alsanız bəs edir. Digər yatırma işləmlərinə ehtiyac yoxdur. Sağ olun, sağlıqla qalın.